Salam əziz izləyicilər, sizinlə mən Gülnarə Qasımova. Bu videoda Onlar Kimdir mətninə və onunla bağlı tapşırıqlara baxırıq. Videoya keçməzdən öncə kanalımıza abunə olmağı, videoları bəyənib və paylaşmağı unutmayaq. Mətni özümüz oxuyuruq. Daha sonra vaxt getməsin deyə yenə oxumuram mən. Baxaq tapşırıqlara. Deməli, tapşırıq birdə nə deyir? Deyir ki, rəvayətdən çıxış edərək qor düdüyünü və qor düdüyünü açmaq ifadələrinin mənasını izah edin. Bu tarixçədə İskəndərin xarakterinin hansı cəhəti açılır? Qor düdüyünün ifadəsi burada, yəni şəhərə ilk qordi gəlir, daxil olur və öz arabasının o taleyinə təşəkkür əlaməti olaraq möhkəm düyünlə bir belə deyək də sütuna, dirəyə bağlayır və bunu da açmaq çox çətin məsələ idi. Qor düdüyünü açmaq ifadəsi, yəni çətin bir işin öhdəsindən asanlıqla gəlmək anlamında işlənir. Burada İskəndər, yəni öz belə deyim də ağlını işlədərək, o bilirdi ki, o düyün çətində açılmayacaq, qılıncı ilə vurub asanlıqla onu açır. Yəni bunun da mənası belə çıxır ki, qor düdüyünü açmaq çətin bir işi asanlıqla öhdəsindən gəlmək, yəni onun belə deyim də çözmək. Burada da İskəndərin hansı xüsusiyyəti? Yəni İskəndərin zəkası, ağıllı olması, zəkalı olması. Çünki orada deyirdi ki, bu orakul demişdi ki, əgər bu düyünü kim atsa 4 qitənin, bütün Asiyanın daha doğrusu hakimi olacaq da. Burada da İskəndər, biz onu tarixdən də bilirik, sonra əsərlərdən də bilirik ki, necə qüdrətli, güclü, böyük yəni imperiya sahibi olub, həmçində bununla yanaşı çox ağıllı biri olub. Yəni budur, mənası bu anlama gəlir. Baxaq tapşırıq 2-yə. İçini yeyir ifadəsi mənasını kontekstə uyğun izah edin. İçini yeyir. Burada deyir ki, sir bərbərin içini yeyir. Əslində burada içini yemək məcazi mənada işlənib. Çünki bərbər sirri bilirdi. Yəni belə deyək də, demək istəyirdi, amma deməkdən də qorxurdu. Ona görə bu sir onun içini yeyirdi. Məcazi mənada, yəni onu narahat edirdi. Tapşırıq 3-də mətndəki dil məlumatlardan istifadə edərək cədvəli doldurun, ifadənin yaranma tarixi. Bunu biz mətnə əsasən müəyyənləşdirə bilərik. Məsələn, orada bir neçə ifadə verilmişdi. Məsələn, Pir qələbəsi, Sem dayı, Sizif əməyi, Damokl qılıncı, Axillesin dabanı və s. Məsələn, Axillesin dabanı ifadəsi. Tutaq ki, ifadə yerinə yazırıq. Məsələn, Axillesin dabanı bu hissəyə. Məsələn, buraya yazırıq Axillesin dabanı. Sonra ifadənin yaranma tarixi nə vaxt yaranıb? Axillesi anası Fetidə bunu soya salan zaman dabanından tutur salır. Yəni bütün bədəni o müqəddəs suda islanır, təkcə dabanı islamır. Yəni ifadənin yaranma tarixi nə vaxtda? Axillesin anasının onu suya salması, yəni o vaxt. Sonra ifadənin mənası odur ki, belə deyil, təkcə onun dabanı suya dəymədiyinə görə onu da elə dabandan yaralayıb öldürürlər. Yəni insanın yəni ən zəif yer anlamında, zəif nöqtə mənasında işlənir. Sonra burada məsələn hansı ifadə vardı? Tutaq ki, Sizif əməyi var idi. Sizif əməyində nə vaxt yaranıb? Orada da deməli öz hiləgərliyi ilə deyir məşhur olan Sizif var idi. O buna görə də baş ilah Zevsin qəzəbinə düçar olur. Yəni yazırıq məsələn Sizif əməyi ifadənin yaranma tarixi, Zevsin onu belə cəzalandırması zamanı yaranıb. Sizif əməyi məsələn mənası da odur ki, mənasız işlə məşğul, ağır və mənasız bir işlə məşğul olanda bunu deyirlər. Nəticəsi olmayan ağır və mənasız işlə məşğul olmaq. Sonra burada məsələn qor düdüyünü yazmaq olar. Sonra Pir qələbəsini yazmaq olar, ifadənin yaranma tarixini, bir də mənasını. Doğru yoxsa yanlış? Deyir ki, Sizif sonu olmayan mənasız bir iş görməyə məhkum olunmuşdu. Bəli, bu doğrudur mətnə əsasən. Sonra Qordu əslən kim olduğunu unutmamaq üçün arabanın üstünə bağlamışdı. Xeyr, o kim olduğunu unutmaq üçün yox, taleyinə təşəkkür üçün yəni bağlamışdı. 2 yanlışdır. Qordu Makedoniya İskəndərin müasiri olub. Xeyr, əksinə Qordu ondan daha əvvəl yaşayıb. Bu yanlışdır. İskəndər qor düdüyünü açmağa müvəffəq oldu. Bəli, bu doğrudur. Çünki qılıncı ilə vurdu, kəsdi. Pir İskəndər ölümündən sonra onun imperiyasını qorumağa çalışan hökmdar idi. Bəli, çünki orada deməli Tarent şəhərinin hökmdarı var ki, onu köməyə çağırmışdı ki, onun imperiyasını qorusun. İskəndər o da razı olmuşdu. Yəni çalışan hökmdar kimi, onun imperiyasını qorumağa çalışan hökmdar kimi deyə bilərik. Bu da doğrudur. Deməli doğru, 2, 3 yanlış, 4, 5 doğru.
Daha sonra a, Damokl qılıncı ifadəsinin etimologiyasını araşdırın və bu mövzuda məruzə hazırlayın. Deməli, Damokl qılıncı etimologiyası belə bir, yəni fikir var ki, qədim Yunan əfsanəsinə görə eradan əvvəl 4-cü əsrdə Siraquza hökmdarı bir kral Dionis var idi. O sadə bir ailədə böyümüşdü, amma cəsarətli hiyləgər idi. Yəni cəsarəti ilə hiyləgərliyi ilə tanınırdı. Kartaca ilə apardığı döyüşlərdən sonra Sirakuza o dövrün ən güclü dövlətlərindən birinə çevrilmişdi. Artıq bunun dövləti güclü dövlətə çevrilir. Üzdə əslində o xalqın tərəfini saxlayırdı, amma hiyləgər bir hökmdar qəddarlığı ilə də tanınırdı. Dionisin də Damokl adlı bir təlxəyi var idi. O həmişə krala Dionisə deyir ki, krallar nə bilim zövq səfadan danışırdı. Yəni eyham buna söz vururdu da. Yəni deyir ki, krallar daha zövqlü yaşayır, yaxşı, yəni yağ-bal içində yaşayır da belə deyək. Bir gün Dionis deyir ki, istəyirəm ki, sən də krallığın səfasını görəsən deyərək taxtını ona verir. Damokl sevinərək taxta oturur, deyir, yəni ki, mən də onun kimi səfa görəcəm də. Bu vaxt taxtın üzərində deyir, at tükündən asılmış bir qılınc görür. Qılınc da hər dəqiqə onun başının üstünə düşə bilərdi. Odur ki, Damokl o gün taxta necə oturduğunu bilmədi. Yəni narahat olur ki, hər an qılınc düşüb mənim başımı kəsə bilər. Dionisin güclü bir hökmdar olmasına baxmayaraq bu qılınc onun qarşılaşdığı təhlükələri ifadə edirdi. Damokl vahimə ilə geri çəkilir ki, istənilən an tük qırılsa, bu qılınc hansı başa düşsə, iki parça olar. Əslində hökmdar bu əsilzadəyə ibrət dərsi vermək istəyirdi ki, yəni böyük hakimiyyətin liderliyi nə qədər çətin olduğunu başa salmaq istəmişdi. Beləliklə Damokl krallığın heç də kənardan göründüyü kimi zövq və səfadan ibarət olmadığını başa düşdü və eyhamlardan əl çəkdi. Sonra da bu ifadə artıq aforizmə çevrildi. Yəni belə deyək, nə vaxt hər hansı bir təqib edən təhlükədən danış, yəni təhlükə, qorxu zamanında, yəni bunu işlədilər də. Kimsə yəni başının üzərində təhlükə, qorxu olanda, qorxu təsiri altına salmaq kimsə qorxu təsiri altında olanda bu ifadə işlənir. Sonra tapşırıq 6. Mətndə göy rənglə verilmiş sözlərdən hansı feilin şərt şəklindədir? Bəs bu sözlərdən hansı feil deyil? Deməli, birinci bunu baxmaq üçün uşaqlar. Baxaq isə hissəciyinə. İsə hissəciyi həm isə formasında, həm də qısa sa formasında yazılır. Yəni feilin şərt şəklinə bənzəyir. Bu formada yazılır. İsə köməkçi sözüdür. Adətən sözlərə sa şəklində, yəni qısaldılmış formada artırılır və şərt mənasını bildirir. Və uşaqlar isənin qısaldılmışı sa-dən sonra vergül işarəsi istifadə olunur. Deyir ki, çalışqandırsa buna nail olacaq, bunu bilirdisə vaxtında deməlidir. Yəni şərt məzmunu var burada. İsə köməkçi sözü şəxs şəkilçilərindən sonra əlavə olunur. Məsələn, tutaq ki, yazıram. Oxuyuruqsa. Oxu sözün kökü, oxuyur zaman şəkilçisi, oxuyuruq şəxs sonluğu, sa da burada deməli isədir. Yəni belə deyək də, isə hissəciyi şəxs sonluğundan sonra artırılır. Deyir, cümlədə isə sözü artırılmış sözdən sonra vergül qoyulur. Bunu dedik bayaq, yəni vergül. Burada var, vergül var. Sonra burada, yəni vergül qoyulur özündən sonra. İndi tapşırıq 6-da deyir ki, mətndə göy rənglə verilmiş sözlərdən hansı feilin şərt şəklindədir? Bəs bu sözlərdən hansı feil deyil? Baxaq. Göy rəngdə görək nə var burada. Bilsəniz. Deməli, sözün kökü bilmək, bilsə, nizdəki şəxs sonluğa, bilsəniz, hanı bitişdirici. İsə hissəciyi uşaqlar yadınızda saxlayın ki, sözün kökünə və başlanğıc formasına artırıla bilməz. Əgər sözün kökünə, başlanğıc formasına sa artırılıbsa, deməli o şərt şəklidir. Burada deməli sa olacaq şərt şəkliyə. Sonra sual tapşırıqda necə deyilir, bir də baxaq. Hansı feilin şərt şəklindədir? Bəs bu sözlərdən hansı feil deyil? Elə birinci söz feilin şərt şəklində oldu. Bilsəniz, sonra digər sözlərə baxaq. İşlədirsə, baxaq. İşlədirsə sözünün kökü iş, işləmək, işlətmək, işlədir. Artıq zaman şəkilçisindən sonra artırılıbsa, yəni feilin başlanğıc formasına artırılmayıbsa, deməli bu nə olacaq? İsə hissəciyi və işlədirsə, yəni feilə artırılmış isə hissəciyidir. Sonra zəngindirsə, sözün kökü zəngin, dırdir, şəxs sonluğu zəngindirsə, burada zəngin sifət necə? Zəngin sifətə qoşulub isə, yaxşı bilirsə, bilmək,
bilmək, bilir, bilirsə. Burada da zaman şəkilçisindən sonra gəlib feili artırılmış isədir. Aha, tapşırıq 7. Cümlələrdə isə kömək sözünün qoşulduğu sözlərin hansı nitq hissəsinə aid olduğunu deyin. Əgər etimadını doğruldubsa, deməli, məsuliyyət hissi yüksəkdir. Doğruldubsa feil artırılıb. Feil. Etimadı doğrultmaq. Əgər adamsansa, adamsansa, buradakı sa isədir, adam isə isimdir. İsim artırılıb. Sonra, məktəb olimpiyadasında birincісənsə, sə isə hissəciyi birinci də olacaq say. Əgər mən bir adama yaxşılıq eləyirəmsə, yaxşılıq etmək. Bu da isədir, olacaq feil. Sonra, əgər yaratdığın abidə uzun ömürlüdürsə, isə hissəciyi, uzun ömürlü necə? Bu da olacaq sifət. Aha. Sonra, 8-də deyir ki, baxaq 8-ə. Cümlədə düzgün söz sırası əməl etməklə şeir parçasını nəsrə çevirin. Durğu şairlərinin işlənməsindəki fərqi izah edin. Deməli, bir gün yadınıza düşərəmsə mən belə yazırıq da bunu. Mən bir gün yadınıza düşərəmsə, bu doğma ellərdə axtararsınız. Yəni davamında bunu yazırıq. Bu doğma ellərdə axtararsınız. Durğu şairlərində işlənməsinin fərqi izah edin. Aha, burada əgər yadınıza düşərəm, sav varsa, deməli özündən sonra nə olacaq? Vergül təbii ki işlənəcək. Od vermirsə qəlbə cana, demək o heç ürək deyil. Aha, burada belə yazırıq. Qəlbə cana od vermirsə, özündən sonra vergül. Demək o heç ürək deyil. Ardıca da bunu yazırıq. Çünki burada ardıcıllıq gözlənib. Ürək deyil xəbər, o mübtəda. Yəni ardıcıllıq gözlənib. Demək burada ara söz olacaq. Sonra olmasaydı bu cahanda sarsaqlar, az qalardı yəqin ki yaltaqlar. Aha, belə yazırıq burada da. Sarsaqlar bu cahanda olmasaydı, sarsaqlar bu cahanda olmasaydı, aha, az qalardı yəqin ki yaltaqlar. Yəqin ki yaltaqlar az qalardı. Davamını da buraya yazaq, yerimiz yoxdur. Yaltaqlar az qalardı. Yəni bu formada sarsaqlar bu cahanda olmasaydı, yəqin ki yaltaqlar az qalardı bu formada. Olmasaydıdan sonra vergül qoyulacaq. Yəqin ki də ara söz olduğuna görə, modal söz olduğuna görə hər iki tərəfindən vergül. Sonra 9-da deyir ki, verilmiş feillərin xəbər şəklinə isə kömək sözü artırıb, müvafiq cümlələrdə işlətməklə dəftərinizə köçürün. Xəbər şəkli, yəni o deməkdir ki, bu feillərə birinci zaman şəkilçisi, sonra isəni artırmalıyıq. Yaxşılıq eləyib bir şey eləməsən, yaxşılıq eləyib bir şey umursansa, eləməsən yaxşıdır. Məsələn, aha, yaxşılıq eləyib bir şey umursansa, eləməsən yaxşıdır. Arabanın qabaq çarxları hara gedərsə, dal çarxları da ora gedər. Aha. Sağlam olmaq az ye. Deməli, sağlam olmaq istəyirsənsə, az ye. Sonra, kim öz vətənini, deməli, istəməyi yazdıq, getməyi yazdıq, ummağı da yazdıq. Kim öz vətənini, deməli, sevmirsə, deməli, heç kimidir və heç nəyi sevmir. İnsan nə qədər az, bir o qədər çox bildiyini düşünür. İnsan nə qədər az bilirsə, bir o qədər çox bildiyini düşünür. Bu videomuzun da sonuna gəldik. Videomuzu bəyənməyi, paylaşmağı unutmayaq. Növbəti videoda görüşərik. Hələlik.